Salam uşaqlar. İndi mən sizə törəmənin tətbiq eləməsi həllini izah edəcəm. Yəni test toplusu 2025. Birinci sualımızda bizə nə deyir? Tam səthinin sahəsi 24 pi olan 24 pi kvadrat santimetr olan silindrin oturacağının radiusu nə qədər olmalıdır ki, onun həcmi ən böyük olsun. Birinci, silindrin tam səthinin sahəsi bilirik ki, S yan üstə 2S oturacaqdır. Silindrin yan səthi 2 pi RH üstə gəl 2S oturacaq. Yəni 2 pi R'in kvadratı oturacağı dairədir. Bu düsturları mütləq əzbər bilməlisiniz. Hər tərəfdən 2 pi'yə bölək sadələşdirək. RH üstə R kvadrat bərabərdir. 24 pi'ni də 2 pi'yə böldük 12. Bunu tapdıq. Bizdən deyir ki, həcmi ən böyük olsun. Bilirik ki, silindrin həcm düsturu S oturacaq vur H-dır. Yəni pi R kvadratı vur H. Buradan hündürlüyü tapsaq 12 çıx R kvadratı böl R. Gətirib düsturumuzda hündürlüyün yerinə tapdığımız ifadəni yazarıq. 12 çıx R kvadratı böl R. R'in biri məxrəcə ixtisar gedər. Pi R'i surətə vursaq 12 pi R çıx pi R'in kubu. Törəməni tapıb bərabər 0 yazırıq. Yəni 12 pi R çıx pi R'in kubu törəmə bərabər 0. 12 pi R'in törəməsi 12 pi. Pi R kubunun törəməsi 3 pi R kvadratı. R kubunun törəməsinin qüvvətin törəməsi kimi tapırıq. Buradan 3 pi R kvadratı bərabər 12 pi'yə. R kvadratı 12 pi'ni 3 pi'yə böləndə 4'ə. R bərabər oldu 2'yə. Bizdən radiusu istirdi, tapmış olduq. İkinci sualımızda eyni qaydada yazırıq. İkinci sualımızda deyir ki, həcmi 54 pi. Bu dəfə bizə həcmi verib. V bərabər 54 pi. Kub santimetr olan silindrin oturacağının radiusu nə qədər olmalıdır ki, tam səthinin sahəsi ən kiçik olsun. Yenə bizdən radiusu istəyir və tam səthinin sahəsi ən kiçik olmalıdır. Bu dəfə həcmin düsturunu yazırıq. Həcm pi R kvadratı H bərabər 54 pi'yə. Buradan H'ı tapsaq, H bərabərdir 54 pi böl pi R kvadratına, yəni 54 böl R'in kvadratı. İndi tam səthinin sahəsini yazaq, bayaq yazdığımız kimi 2 pi RH üstə 2 pi R'in kvadratı. H'ın yerinə 54 böl R kvadratı yazırıq. 2 pi R vur 54 böl R'in kvadratı üstə 2 pi R'in kvadratı. R'in biri ixtisar gedər. 2'ni vurarıq 54'ə. 108 pi böl R'in kvadratı üstə 2 pi R'in kvadratı. İndi növbəti mərhələdə törəməni tapıb bərabər 0 yazırıq. Baxın, burada 108 pi böl R kvadratının törəməsini tapanda R kvadratına biz bir x kimi baxsaq, 108 pi'yə toxunmuruq. Burada üzr istəyirəm uşaqlar, R qalıb. Deməli, burada nə edirik biz? Bayaq dediyim kimi 108 pi'yə toxunmadan 1 böl R'in törəməsini tapırıq. Necə ki, 1 böl x'in törəməsi mənfi 1 böl x'in kvadratıdır. Birbaşa yazarıq. Mənfi 108 pi böl R'in kvadratı. 2 pi R kvadratının da törəməsi, qüvvətin törəməsi kimi R kvadratının törəməsi 2 pi'dir deyə, 2 R'dir deyə 4 pi R olur. Və bərabər 0 yazmaqla tənliyimizi həll eləyərik. Hər tərəfini 4 pi'yə bölüb sadələşdirə bilərik. Mənfi 4 pi'yə bölək lap. Olur 27 böl R'in kvadratı çıx R bərabər 0. Orta mərcə gətirsək 27 çıx R'in kubu böl R'in kvadratı bərabər 0. Surəti bərabər 0 yazsaq 27 çıx R'in kubu bərabər 0. R kubu bərabər 27. Buradan tapmış olduq ki, R bərabərdir 3'ə. Üçüncü sualımızda deyir ki, 48 ədədini elə 2 müsbət ədədin cəmi şəklində göstərin ki,
Onlardan birinin kubu ilə digərinin kvadratları cəmi ən kiçik olsun. Başlayaq. 48 ədədlərimizin cəmi 48 isə bir ədədimizə x, digər ədədimizə 48 çıx x deyə bilərik. Birinin kubu, digərinin kvadratları cəmi üstəgəl 48 çıx x-in kvadratı. Yenə törəməni tapmalıyıq. Hər birinin ayrılıqda törəməsini taparıq. X kubunun törəməsi 3x-in kvadratı. 48 çıx x kvadratın törəməsinin qüvvətin törəməsi kimi tapırıq. 2 gəlir qarşıya. 48 çıx x və 1 də vurmalıyıq 48 çıx x-in törəməsinə. 48 çıx x-in də törəməsi edir -1. Yəni 3x-in kvadratı mənfiyə görə işarə dəyişir. 2-ni vurduq 48-ə. 96 üstə 2x bərabər 0 olur. Belə bir kvadrat tənimiz oldu. Uşaqlar, bunu d bölü 4 ilə həll etmək daha rahatdır. Yəni fərqi yoxdur. D ilə də həll edə bilərik. Mən də d bölü 4 ilə həll edəcəm. D bölü 4 bərabərdir. B bölü 2-nin kvadratı çıx. Burada 4 asi yoxdur. Üstümüz asi olur. Yəni 2 bölü 2 1-in kvadratı 1 üstə 288. Elədir 289. Onda d bölü 4 düsturunda x1 mənfi b bölü 2 çıx kök altda d bölü 4 böl a-dır. Yəni mənfi 1 çıx 289-dan 17 böl a da 3-dür. Mənfi 18 bölü 3 mənfi 6. Bu bizə lazım deyil. Müsbət ədəddən söhbət gedir. x2 olur. Mənfi 1 üstə 17 bölü 3. Yəni 3-də 16. Ədədimizin biri oldu 3-də 16. Digər ədədlərin cəmi 48 deyə digər ədədimizi tapanda 48-dən çıxırıq 3-də 16-nı. Yəni 3-də 144 çıx 16. 128. Üçüncü misalımız olur bu şəkildə. Dördüncü misalımız da eyni qaydada həll olunur. Yenə deyir 2 elə ədəd 20 ədədini, 20 ədəd, ədədimizin 2 ədədin 20 ədədini elə 2 müsbət ədədini cəmi şəklində göstərin ki, biri x, biri 20 çıx x olsun. Birinin kubu ilə digərinin kvadratları cəmi ən kiçik olsun. Eyni qaydada misaldır. Törəməni alarıq yenə. X kubunun törəməsi olur 3x-in kvadratı. Burada törəməni tapanda 2 gəlir qarşıya 20 çıx x və bir də vuruq 20 çıx x-in törəməsinə. Bildiyimiz kimi 20 çıx x-in törəməsi, x-in törəməsi -1-dir. 20-nin törəməsi 0-dır. Burada mötərizələri açsaq 3x-in kvadratı üstə 2x çıx 40. Bu şəkildə bir kvadrat tənliyi alınır. Yəni bərabər 0 yazırıq. Bu şəkildə bir kvadrat tənliyimiz var. Yenə d bölü 4 ilə həll edelim, rahat olsun. 1 üstə 120 bərabər oldu 121-ə. x1 -1 çıx 11 böl 3. x2-miz -1 üstə 11 böl 3. Yəni 3-də 10 bizə müsbət ədəd deyir deyə. Ədədimizin biri 3-də 10-dur. Cəm 20-dir deyə. Digər ədədi tapanda 20-dən çıxırıq 3-də 10-u. 3-də 60 çıx 10. 3-də 50. Bu da dördüncü sualımız. Növbəti sualımıza keçək. Burada nə deyir bizə? Düzgün üçbucaqlı prizma. Uşaqlar, düzgün söz işlətdirsə, deməli oturacaq. Düzgün söz işlətdirsə, düzgün üçbucaqlı prizma dedisə, deməli oturacaq oldu. Bərabər tərəfli üçbucaq. Bərabər tərəfli üçbucağın da sahə düsturu bilirik ki, a kvadratı kökdə 3 böl 4'dür. Deməli deyir düzgün üçbucaqlı prizmamız var. Sadəcə şəkillə göstərmək istədimsə. Biraz səliqəsiz alındı. Belə. Deyir düzgün üçbucaqlı prizmanın yan üzünün perimetri 12. Deməli düzgünsə oturacaqlar oldu bərabər. Bu da hündürlük.
Yan üzünün perimetri onda, yan üzü olur düzbucaqlı, perimetri də düzbucağın perimetri 2 vur A üstə H. Yan üzünün perimetrini bizə verib 12. Buradan A üstə H bərabər olur 12 böldüm 2-yə 6. Elə bilin ki, bir yan üzünün perimetri. A vur H. Oturacağın tərəfinin uzunluğunun hansı qiymətində həcmi ən böyük olar? Bizdən A-nı istəyir. Oturacağın tərəfinin uzunluğu. Həcmdəki bilirik ki, S oturacağı vur H-dır. Oturacağı bərabər tərəfi üçbucaq deyə olur A kvadrat kökdə 3 böl 4 vur hündürlük. Burada hündürlüyü tapsaq 6 çıx A-dır. A kvadratı kökdə 3 böl 4 hündürlüyün yerinə 6 çıx A yazarıq. 4 vur, surətə vursaq 6 kökdə 3 A-nın kvadratı çıx A kubu kökdə 3. Düz oldu mu? A kubu kökdə 3. Bu şəkildə. Məxrəcdə də bir 4-ümüz var. İndi törəməni tapırıq. Məxrəc durar yerində uşaqlar. Sürətin törəməsi, A kvadratın törəməsi 2A-dır. Olur 12 kökdə 3A. A kubunun törəməsi 3A kvadratı kökdə 3. Məxrəcə toxunmuruq dediyimiz kimi. Bərabər 0. Bu tənliyi həll edib A-nı tapa bilirik. Hər tərəfin nəyə bölək? 3 kökdə 3. A-nın 0 qiyməti olsa bizə lazım deyil. 3 kökdə 3 A-ya bölsək 4 çıx A bərabər 0. A da bərabər olur 4-ə. Altıncıda düzgün 4 bucaqlı prizmadır. Yenə düzgün sözü işlətdisə, düzgün prizma işlətdisə, oturacağı düzgün çoxbucaqlıdır. Düzgün 4 bucaqlımız da bilirik ki, kvadratdır. Deməli, oturacağı oldu kvadrat. Kvadratın sahəsində bilirik ki, tərəf veriləndə A-nın kvadratıdır. Deməli, bütün tərəfləri A-dır. Hündürlüyü olsun H. Bizə nədir? Yenə yan üzünün perimetri 6-dır. Yəni, 2 vur A üstə H bərabər 6-ya. Buradan A üstə H bərabər 3. H-ı tapsaq olur 3 çıx A. Bizdən yenə tərəfin uzunluğunu istəyirdi. Yenə həcm. Həcm bilirik ki, S oturacaq vur H-dır. Kvadratın sahəsi A kvadratı vur H. Gətirib burada H-ın yerinə 3 çıx A yazsaq, mötərizəni açarıq. 3A kvadratı çıx A-nın kubu. Törəmə bərabər 0. 3A kvadratın törəməsi 6A. 3A kubunun törəməsi olur. Burada 3 yoxdur. Sadəcə A kubudur. A kubunun törəməsi olur 3A kvadratı. Bərabər 0. Buradan da A-nı taparıq. 0 qiyməti bizə lazım deyil. A bərabər oldu 2-yə. 7-ci sualımız. 7-ci sualda bizə deyir ki, 3 tərəfinin cəmi 2K və sahəsi ən böyük olan düzbucaq. Deməli, bir dənə düzbucaqlı çəkərəm. Bilirəm ki, düzbucağın qarşı tərəfləri bərabərdir. Sahəsi də A vur B-dir. Yəni, bu tərəf A-dırsa, bu tərəf A-dır, B-dirsə, burada oldu B. 3 tərəfinin cəmi 2K-dır. İxtiyarı 3 tərəfi A üstə 2B bərabər 2K-ya. Bunu yazdım. Lazım olarsa mən buradan A-nı tapa bilərəm. A bərabərdir 2K çıx 2B-yə. Sonra bizə deyir ki, düzbucağın perimetrini tapın. Sahə ən böyük. Sahəsi A vur B-dir. Sonda perimetri tapacağıq. Yazaq, unutmayaq bunu da. A vur B-dir. Mən burada A-nın yerinə 2K çıx 2B yazaram. Vur B, mötərizəni açaram. 2KB çıx 2B-nin kvadratı. Yazandan sonra bayaqki misallarda elədiyimiz kimi törəmə bərabər 0 yazırıq. Deməli, törəməsini tapsaq 2KB-nin törəməsi olur 2K, 2B kvadratın törəməsi olur 4B bərabər 0. Buradan 2K bərabər 4B-yə, K da bərabər olur 2B-yə. K 2B-dir. K-nı 2B tapdıq. Burada K-nın yerinə 2B yazıb A-la B-ni əlaqələndirə bilərik. A bərabərdir. K-nın yerinə 2B yazsam, 2 vur 2B, 4B çıx 2B. Buradan A oldu 2B.
Deməli, A-lar 2B alınca biraz şəkildə uyğunsuzluq oldu. Perimetr istəyir bizdən. Perimetr bütün tərəflərin cəmidir. 2B, 2B, 4, 5. Perimetrimiz oldu 6B. Amma bizdə cavabları K-la verib. K-la ifadə eləməliyik burada. Burada görürük ki, K 2B-dirsə, B də bərabərdir. K böl 2-yə. 6 vur. B-nin yerinə K böl 2 yazsam, 6 ilə 2 ixtisar gedər. Olar 3K. 8 bunun oxşarıdır. Yenə onu da izah eləyəcəm. Deməli, birini də tapaq, digəri ilə əvəz eləyirik və törəmə bərabər 0. Yenə bir düzbucaqdan söhbət gedir. İxtiyari bir düzbucaqlımız var. Tərəflər oyun olsun. A, B, qarşı tərəfləri bərabərdir. Üst tərəfinin cəmin verib M. Yəni, A üstə 2B bərabər M-dirsə, A da bərabərdir M çıx 2B. Sonra bizə yenə sahəsi ən böyükdür deyə sahə oldu A vur B. A-nın yerinə M çıx 2B yazıb vurarıq B-yə. Olur MB çıx 2B-nin kvadratı. Yenə bayaqki kimi törəməni bərabər 0 yazırıq. Buradan M çıx 4B bərabər 0 olur. M bərabər 4B. Gətirib burada M yerinə 4B yazıb A-nı da taparıq. A M çıx 2B-dir. 4B çıx 2B bərabər olur 2B-yə. Onda bir tərəf 2B, bir tərəf B-dirsə perimetrimiz olur 6B. Buradan da B bərabərdir M böl 4-dür. 6 vur B-nin yerinə M böl 4 yazsam, 6 ilə 4-ü ixtisar apararam. 2-də 3 M alınır. Bayaqki ilə eyni misaldır. Sonra gəldik 9-cu misalımıza. 9-cu misalımızda nə deyir? Deyir ki, 24 ədədini elə 3 müsbət ədədin cəmi şəklində göstərilmişdir ki, deməli 3 ədədim var. 1, 2, 3. İkinci ədəd üçüncüdən 3 dəfə böyük olmaqla. Üçüncüyə A yazsam, ikinci bundan 3 dəfə böyük, yəni 3A. Ədədlərin cəmin 24 veribsə, onda birinci ədədim 24 çıx 4A olur. A-la 3A-nı topladıq. Deyir ki, bu 3 ədədin hasili ən böyük. Yenə bunların hasilini taparam. A vur 3A vur 24 çıx 4A. Mötərizələr açım. 3A kvadratın 24-ə vuranda 72A kvadratı 12A-nın kubu. Bunu yazandan sonra bizdən yenə bayaqki kimi nə istəyirdi bizdən yenə? Hasilinin ən böyük olub. Bayaqki kimi yenə eyni qaydada törəmə bərabər 0. 72A kvadratı çıx 12A kubu bərabər 0. 72A kvadratın törəməsi. İçini 72-yə vurduq. 144A çıx 36A-nın kvadratı bərabər 0. 36-ya bölək hər tərəfi. 4A çıx A kvadratı bərabər 0. A-nın bir qiyməti 0-dır, bir qiyməti 4-dür. Təbii ki, bizə 0 lazım deyil. 4-ü götürdük. Yəni, ədədimin biri 4-dür, biri 3 vur 4, 12-dir. Biri də cəm 24-dür də 24-dən 16-nı çıxanda 8-dir. Bir ədədimiz də 8 elədi. Bizdən nə istəyirdi? Bu şərti ödəyən ən böyüyün tapın. Yəni, cavab olur 12. 10-cu suala keçək. Deyir ki, yenə burada 30 ədədini, yenə bizə deyir, elə 3 müsbət ədəd. 1, 2, 3. 3 müsbət ədədin cəmi şəklində göstərilmişdir ki, birinci ədəd ikincidən 4 dəfə böyük olmaqla. İkinciyə A yazıb, birinciyə 4A yazsaq, ədədlərimizin cəmi 30-dur deyə, üçüncü ədədimiz olur 30 çıx 5A. Yenə hasili deyir. Yəni, vuraq bunları bir-birinə. 4A vur A vur 30 çıx 5A. 4A kvadratın 30-a vuranda 120A kvadratı. 4A kvadratın 5-ə vuranda 20A-nın kubu. Yenə törəmə bərabər 0. 240A çıx 60A-nın kvadratı bərabər 0. Hər tərəfini 60-a bölək. 4A çıx A-nın kvadratı bərabər 0. A bərabər olur 4-ə.
A-nı 4 tapandan sonra 4'ü 4'e vururuq 16. Birinci ədədimiz oldu 16. İkinci ədədimiz 4'dür. Üçüncü ədədimiz də olur 10. Bizdən ən böyük istəyir deyə cavab olaraq 16'nı götürürük. Keçək 11-ci suala. Burada yenə bunu bir dənə şəklini göstərim sizə. Burada hasar var. Deyir ki bizə verib x, y. Bizə nə deyir? Bir tərəfi divar olan düzbucaqlı şəklində, bir tərəfi divardır. Əkin yerinin divar olmayan ətrafına 60 metr uzunluğunda məftil tor çəkilib. Yəni bu o demək ki, y üstə 2x bərabər 60. Bu əkin yerinin sahə düyündə təbii ki, hamısı nəzərdə tutulur. Düzbucağın sahəsi x vur y-dir. Neyniyərik yenə? X vur, y-i buradan taparıq. 60 çıx 2x. X vur, y yerine 60 çıx 2x yazdıq. 60x çıx 2x'in kvadratı. Bayaqki kimi törəmə bərabər 0. Düşür bu şəkilə. Burada da olur törəmə 60 çıx 4x bərabər 0. X'i tapdıq 15. X 15 tapandan sonra x'in yerine 15 yazıb y tapa bilərik. 2 vur 15 30. Y oldu 30. Bizdən sahəni istəyir. 15'i vururuq 30'a. Elədi 450. Şəkili silmirəm. O birində də 12'də də eyni şəkildir. 12'də nə deyir bizə? Bir tərəfi divar olan düzbucaqlı şəklində əkin yerinin divar olmayan ətrafına 40 metr yenə divar olmayan ətrafına məftil çəkilib. Yəni bu 3 tərəfə çəkilib məftil. Y üstə 2x bərabərdir 40. Sahəni deyir yenə. Sahə x vur y. X vur y buradan taparıq. 40 çıx 2x. Y-in yerinə 40 çıx 2x yazdıq. Mötərizələri açırıq. 40x çıx 2x'in kvadratı yenə törəmə bərabər 0. 40 çıx 4x bərabər 0. Buradan x'i tapdıq 10. X 10 oldusa y rahatlıqla tapa bilərik. X'in yerinə 10 yazsaq burada. Y bərabərdir 40 çıx 2 vur 10 20, yəni 20. Y də tapdıq 20. Bizdən əkin yerinin sahəsini istəyirdi. 10 vur 20, yəni 200. İki məsələmiz qaldı. Səhv eləmirəmsə, bəli, 2 məsələmiz qaldı. Nə deyir bizə? Səthinin sahəsi 24 olan düzbucaqlı paralelipiped. Bilirik ki, bütün üzləri düzbucaqlıdır. Biraz şəkilləri səliqəsiz çəkirim, üzrlü sayın. Bütün üzləri düzbucaqlıdır. Qarşı üzləri bərabərdir. Çox da yekə çəkdim. Lövhənin yarısını tutdu. Nə deyir? Səthinin sahəsi 24 kvadrat santimetr olan düzbucaqlı paralelipiped. Səthdir, yəni tam səthdir. Bilirik ki, S tam, əvvəlki suallarda da var idi. S yan üstə 2S oturacaqdır. Oturacağının ölçülərindən biri digərindən 3 dəfə böyüdür. Yəni biri A-dır, o biri 3A-dır. Hündürlük nədir? Bilmirəm. Onda nə edirəm? Tam səthi S yan, yəni P oturacaq vur H. Oturacağın 3A-dan A-nı toplayırıq. 4A vur 2, 8A vur H. Üstə 2S oturacaq. Yəni 2 vur 3A vur A. Yəni oturacağın sayısını vuruq 2'ye. 2 oturacağı var deyə. 6A'nın kvadratı bərabərdir 24'ə. Buradan hər tərəfini 2'ye bölək, sadələşdirək biraz. 4AH üstə 3A kvadratı bərabərdir 24'ü böldüm 2'ye 12. Buradan hündürlüyü taparam. 12 çıx 3A kvadratı böl 4A. Hündürlüyü tapdım. Bizə nə deyir? Həcm.
Həcm də bilirik ki, S oturacaq, vur H-dır. Yəni, oturacaq 3A-nı A-ya vuram. 3A kvadratı vur H. H-ın yerinə aldığımız qiyməti yazsaq, 12 çıx 3A kvadratı böl 4A. A kvadratın biri gedir, 3A-nı surətə vuraram. 36A çıx 9A-nın kubu. İndi bu 36A çıx 9A-nın kubu. Bu ifadəmizin törəməsini alaq. Bayaq dediyimiz kimi məxrəcə toxunmuruq. Sürətin törəməsini tapırıq. 36A-nın törəməsi 36, 9A kubunun törəməsi 27, A-nın kvadratı bərabər 0. Sürət bərabər 0 olur. Deməli, nə alınır burada? 27 A-nın kvadratı bərabərdir 36. A kvadrat da bərabərdir. 9-a ixtisar aparsaq 3-də 4. A kvadratını tapdıq. Bizdən amma hündürlüyü istəyir. Baxın, burada A-nın qiymətini yerinə qoymaqla hündürlüyü tapa bilərik. 12 çıx 3 vur A-nın kvadratı, yəni 3-də 4. A kvadratın qiyməti 3-də 4. Məxrəcdə də 4 vur A, artıq kök almalıyıq. 2 böl kökdə 3 olur. Burada 3-lər ixtisar getdi. 12-dən 4-ün çıxdıq 8. Məxrəcdə də 8 böl kökdə 3. 8-lər ixtisar gedir. Cavabımız qalır kökdə 3. Yəni bu şəkildə. Çətin görünə bilər, qarışıq görünə bilər. Diqqətlə təkrar